Hər vaxtınız xeyir millət. Sizi yeni videodan salamlayıram. Bugün sizi Mumbay'ın en büyük, ne ki Mumbai? Dünyanın en büyük gece kondusuna aparıram. Çok şeyler görəcəyik, çok şeyler öğrenəcəyik. Çok təhlükəli bir yere gedirik. Çok dəhşətli bir yerdir. Mən hal-hazırda dünyanın en büyük gece kondusundayım. Burada beni öldürsələr, kəmi də tapmaq olmaz. Kana? No, thanks. Çok bərbad iyi gəlir. Bütün gece kondunun ümumi tuvaleti. İti verir, inanma. Burası sırf ibadet yeridir ve burada dini ayinler keçirilir. Valla gezin çəkirəm. Bura çok lüks ve bahalı yerdir. Bakın çok güzeldir. Allah bütün paraşüt elədi. Allah yudiyə ayaqqabı məməlli başdır. Uşaqlar taksi məni ayrı yerdə düşürdü. 2 kilometrlik məsafəm var. Və belə bir dəlixananın içindən artıq yarım saatdır yol gedirəm. Hələ 10 dəqiqəm qalıb çatmağa. Maşınlar üstüvə gəlir, insanlar üstüvə gəlir. Və əlimdə kamera var deyənə hamının fikrini cəlb edirəm. Hamının gözü məndədir və anormal kimi baxırlar ki, bunu eləyir. Və təbii ki, kamera onlara maraqlıdır. Buradan çıxaq ki, getdiyimiz yeri gör belə normaldır. Buradan da təhlükəlidir. Mən hal-hazırda dünyanın ən böyük gecə kondusundayım. Daha Ravi adlanır bura. Daha Ravi. Belə deyək. Deyilməz çox çətindir bura. 1 milyon əhalisi var bu gecə kondunun və çox böyük ərazini, 21 kvadrat kilometr ərazini əhatə edir. Hal-hazırda zibilləri görürsünüz burada. Anlatmaq istəyirəm ki, Mumbay'ın zibilinin 80% bu ərazidən keçir. Burada bəziləri ayırdılır, lazım olan məhsullar götürülür və sonradan yenidən emala keçirilir. Burada 1 metrdən dar küçələr var. İnsanlar çox sıx şəraitdə yaşayır. Çox pis qoxu var, zorla nəfəs alıram, zorla naşıram. Gələk dar küçəyə. İngilislərin dövründə uşaqlar, bura Mumbay çox sürətlə böyüyürdü və böyümə zamanı əyalətlərdən, kəndlərdən insanlar gəlib burada məskunlaşıblar. Məsəl üçün bu evdir və buradan darığa baxın. İnsanlar köç eləyib burada məskunlaşmağa başlayıblar. Oyda, pis qoxu var. Kabellərə baxın, düz başımın üstündə. Evlər maksimal 10-15 kvadrat metre əhatə eləyir. 10-15 kvadrat metre əhatə eləyir. Və bu 10-15 kvadrat metrin içərisində elə 10-15 adam yaşayır. Adama 1 kvadrat metr düşür. Adama 1 kvadrat metr düşür. Çox. Burada məni öldürsələr, tikəmi də tapmaq olmaz. Sağda kanalizasiya, burada iş görən qadın. Hansı yola gedim Allah bilir. Evlər 10 kvadrat metrə əhatə eləyir. Amma bu gördüyünüz səfalət və aclıq içərisində milyardlarla dollar dövriyyə var. Bu necə baş verir? Təkrar imanla, çantalarla, kəmərlərlə, kimyəvi məhsulların istehsalı ilə məşğul olan bura dünyaya ixracat buradan baş verir. Ucuz insan əməyi dedikləri yer bax buradır. Əmək çox böyük, zəhmət çox böyük, amma hər şey ucuz. Əgər siz Slumdog Millioner filminə dostumuz məni aparır, soruşdum, çantalar harada düzəldilir, ora aparır indi bizi. Əgər siz Slumdog Millioner filminə baxsaz, 2008-ci ildə çəkilmiş, bura haqqında yetərincə məlumat əldə edəcəksiniz. Təsəvvür edirsiniz, burada insanlar milyardlarla dollar qazanır. Milyardlarla dollar. Amma bu insanlar yenə bu səfalətin içərisində yaşayırlar. Burada tualetlər ümumidir. Burada heç bir evin içərisində tualet yoxdur. Milyon insanın yaşadığı yerdə tualetlər ümumidir. Təsəvvür edirsiniz, 21 kvadrat kilometrə əhatə edən bir ərazidə tualet ümumidir. Əslində internetdən məsləhət görülür ki, bura gidlə gedəsən, tək başına gedmə, təhlükəlidir deyirlər. Amma dostumuzu tapdıq, o biraz bizə yardım eləyəcək. Mən tək başına girsəydim bura, yəni ki, müəyyən bir təhlükə ilə qarşılaşardım. Okay. Dostumuz da əlindəkini görsünsə, çəkdiyi məlumdur sizə. Okay. They are work started. Now I want to look the bags, the shoes here. Also, all types of bags are Yes. here. Uşaqlar bu çantalara baxın. İzah eləyəcəm hamısını proses. Hay. Prosesin necə baş verdiyini izah. Hay. Bütün hər şey, bax burada hər kəs evində yaşayır, evindən çıxır, işləyir. Evinin qarşısında işidir. Prosesin necə getdiyini izah eləyəcəm. Bir dənə çəkək hər şeyi, tutacaq düz pləkanla eyni bərabərlikdədir. Qalxırsan və burada fabrikadır. Ay, baxın. Ayaqqabımı çıxartdım hörmət əlaməti olaraq, çünki hamısı ayaqqablarını çıxardıblar.
və girdik içəri. Burada baxın bütün çantalar burada tikilir, burada düzəldilir. Əl əməyidir. Dəri çantalar uşaqlar. Məsəl üçün notebook üçün olan bu dəri çanta dünyaya paylanılır, buradan çıxır. Bax, qardaşım sürətli şəkildə hərəsi bir iş görür. Məsəl üçün bunu eləyir, çantanı qoydu, indi tikəcək sürətli şəkildə və atır bura. Buradan sonra növbəti prosesi keçir. Göstərim bir dənə. Getdi. Hamısı əl əməyini, heç bir fabrik işi yoxdur. Okey, sonra keçir məsəl üçün bura. Qardaş gördünüz atdı indi. İndi bu ona cip tikir. Bax, bir dənə parçanı götürür. Yəni, kusoklar növbə ilə hazırlanır və sonuncu mərhələdə tamamlanır. Bax, dərin üstünə şeylər, düymələr tikir. No, okey, no worries. Deyir, bunu göstərmə. Bu hansısa yəqin brenddir. Bu isə bax, bir qardaşın düzəltdiyi kusokları düzəldir. Onları əmələ gətirir, sonra çantanın üzərinə onlar ip yerinə tikiləcək. Dünyada gördüyünüz bir çox yedirmə, həmçinin normal malların hamısı bax buradan çıxır. Brendlər də bura müraciət edir. Aşağıda uşaqlar nə düzəldilər, nə çəkirlər. Thank you bro. Can you show me the shoes? Shoes. Yes, shoes. Where can I go? Wait. Okay. This corner? Just looking deep. No, thanks. It's legal here? Legal here? Yeah. Ya, okey. Okey uşaqlar, dünyanın onu izah eləmək istəyirdim bir yağların böyük brendləri hamısı Hindistanda fabrikimiz var deyəndə bax buranı nəzərdə tutulur. Heç kimin fabriki yoxdur. Hamısı ucuz əməkdən, bax belə kiçik evlərdə tikilən yerlərdən istifadə edir. Və buradan brendlər üçün, adi markalar üçün, böyük markalar üçün paltarlar, sumkalar, kəmərlər, ayaqqabılar, hər şey burada istehsal olunur və buradan ixrac olunur. Dediyim kimi, bunların özlərinin qazancı çox az, çox kiçik maliyyədir. Amma bunların üzərindən milyardlar qazanılır, milyardlar. Uşaqlar nəşədən çəkirdilər, gördüyünüz kimi başları yerində deyildi, halları yox idi danışmağa. Amma sağ olsunlar, mənə bu cəhətdən yardım elədilər. Dövlət bunlar üçün planlar qurmağa çalışır ki, bu gecə qonduları yıxsın, məhv eləsin. Çünki çox eybəcər formada formalaşıb bura. Su gəlmir, suyu necə istifadə eləyirlər. Daha doğrusu gəlir, 1 saatlıq falan su gəlir bura. Dediyim kimi, tualetlər hamısı bir yerdədir. Və dövlət bunun qarşısını alıb bunlara daha yaxşı formaya gətirmək üçün bunları daha hündür mərtəbəli binalara köçürmək istəyir. Plan qurur bunun üzərinə. Amma bu plan işləmir. Niyə işləmir? Çünki insanlar, deyək ki, Sovetskidə kiçik bir evim var. Həmən Sovetski evin qarşısında bir küncündə iş yerində var. Və o iş yerini səni köçürsələr yeni yasamaldakı hər hansısa bir böyük tikili binaya sənin iş yerini artıq sənin evindən uzaq olmuş olur. Və beləcə sistem dağılır. Birini köçürürlər yeni yasamala, birini xalqlara, birini Əhmədliyə, birini elmlərə. Hərə bir yerə köçür və nəticə etibarən sistem dağılmış olur. Bir nöqtə olmur ki, harda gəlib bunları tapasan. Ona görə işlərini itirməmək üçün insanlar bu şeydən qaçırlar və nəticə etibarı ilə bu sistem heç bir halda dağıla bilmir, olduğu kimi qalır. Və təkrar eləyirəm, buradakı həyatı anlamaq istəyirsinizsə, dünyaca məşhur Slumdog Millioner filminə baxın. Burada həyatın nə qədər ağır və necə formalaşdığını özünüz görəcəksiniz. Okey, filmlərdə hər şey pafosunu görsənir, amma real həyatlar heç vaxt görsənmir. Real həyatlar burada daha göründüyündən ağırdır, göründüyündən qat-qat ağırdır. Və burada din olaraq insanları sizə göstərim. Müsəlmanlıq, hinduizm, buddizm, hamısı xristiyanlıq daxil bir yerdə hökm sürür. Eyni kiçik dar məhəllələrdə hamısı var. Hər şeyi görə bilərsiniz. Bütün dinlər, hətta burada məscid ola bilər, burada kilsə ola bilər, yanbayan. İndi görün, mən ayaqqabı olan ayaqqabıların istehsal elədiyi yerə getmək istəyirəm. O fabrikatı görmək istəyirəm. Mən haradayam? Gedək yolumuzu davam eləyə, mən səhv gəldim. Və dediyim kimi, yenidən istehsal burada mövcuddur. Plastik qablar falan, tullantılar hamısı yığılır. Hamısı yenidən istehsal üçün emal olunur və istehsala keçir. Və bunların heç biri fabrik, zavod formatında olunmur. Uşaqlar, əl əməyi ilə, insan əməyi ilə həll olur bunlar hamısı. Və bu dəqiqə mənim kameramın üstü toz içindədir. Burada elə bir çik, elə bir toz var, elə bir iy var ki, təsəvvür belə eləməzsiniz.
Həmçinin o zibillikləri tapmaq istəyirəm ki, hansı, harda yığılır bu zibilliklər, onu da görək. Amma birinci ayaqqabı yerinə gedək, ayaqqabıların necə istehsal olunduğuna baxaq. Ön əvvəlində gördünüz ki, adam mənə dedi, bax, hamısını çək, amma bu çantanı çəkmə. Onu ona görə dedi ki, həmən brendin burada hazırlandığı heç kimə məlum olmasın deyənə. Amma reallıq bax buradadır. Bütün brendlər üçün keçərlidir bu uşaqlar. Bütün brendlər üçün, bütün ya Çindir, ya Hindistandır, ya Pakistandır. Hamısında eyni gecə qondular var, hamısında eyni həyat var. Çində gecə qondu olmasa, fabrikat malı olsa da eyni şey gedir yəni. Yəni Çin dəyişib, təbii ki, Çinin də öz məğzini dəyişib tamamilə. Çini pisləmək olmaz, amma Hindistan, Pakistan, Malayziya bunlar eyni reallığı yaşayırlar. Bayaq içəridə çox səs-küy salmamaq üçün danışmadım. İndi izah eləyəcəm. İngilislərin dövründə Mumbai sürətlə inkişaf eləyir. 7 adanı birləşdirib böyük bir şəhər yaradırlar. 7 adanı böyüdüb böyük bir şəhər yaradırlar. Arxamda tüpürdə ona baxırdım. Böyük bir şəhər yaradırlar və əyalətlərdən, kəndlərdən bura böyük axın olur. İş üçün. Təbii ki, hər kəs iş üçün gəlir. Amma təbii ki, şəhər yeni qurulub deyənə burada yerləşməyə imkanlar yoxdur. İnsanlar bataqlıqlarda, zibilliklərdə öz imkansız şəraitlərini qurmağa başlayırlar. Kasıb şəraitlərini qurmağa başlayırlar. Bir dənə ara küçələrə sizə səsləyirəm, göstərim. Kanalizasiya özləri yaradıblar bu kanalizasiyanı və axır yerdən. Bilməm, burada hara qədər yedimə olacaq. Darlıq və hoppa. Çox bərbad iyi gəlir uşaqlar. Çox bərbad iyi. वड़ा पाव किधर मिलते हैं? Qaydaq söhbətimizə. İnsanlar ağızlarına gələn yerdə, bataqlıqlarda, tullantıların yanında özlərinə çox ucuz əşyalarla bir təhər ev tikirlər və burada yaşam başlayır. Mumbayın acılığallığı, Mumbayın içərisində bütün hündür mərtəbələri binaların ortasında 21 kvadrat kilometr əhatə edən böyük bir ərazidə bax bu həyat gedir. Bu isə onların bazar hissəsidir. Həmən içəridə istehsal olunan malların bir hissəsi çölə çıxarılır, avtovoy şəkildə satılır. İndi biz tam bazara tərəf gəldik. Arkadaydı o avtovoylar, əşyaların satıldığı. Daha çox burada meyvə tərəvəz satılır. Çünki konkret bazardır bura. 1 milyon insan nüfuzu. 1 milyon. Başa düşüb 1 milyon nə deməkdir? 1 milyonluq gecə qondur. Dünyanın ən böyük gecə qondusu. Və gecələr bura ağla sığmaq dərəcədə təhlükəlidir. İşıq yox, qaranlıq. Yalnız öz yollarını bilən buradakı əhali. Dar yollar, dediyim kimi, yollar 1 metr belə məsafəli deyil. 1 metr yoxdur. Təhlükəlidir. Amma yenə deyirəm, internetdən araşdırsaz bura deyirlər ki, gidlə gəlməsəz təhlükəlidir. İnternet ancaq bunu deyir. Mütləq dərəcədə deyirlər gidlə get. Amma biz bu təhlükənin içinə öz başına giririk. Uşaqlar, baxın, bu onların ümumi tualetidir. Bütün gecə qondunun ümumi tualeti. Su üzərində yığılmış, baklarda yığılmış su və belə ümumi tualetlər. Həmçinin sizə lap içərini də göstərəcəm indi. Sağ-sol tualet və içərinin ümumi tualetləri. Və burada açıqlıqda insanlar gördüyünüz kimi işlərini görürlər. Bütün ərazinin tualeti bura sayılır. Yəni bundan bir neçə dənədir, amma düşünək ki, hardasa belə deyək də fikrimi izah eləmək üçün 50 min adam bura gəlir, 50 min adam o birisi tualetə gedir, belə bölünür. Okey uşaqlar, gedək. Sağ-solun tullantılar olduğunu görürsünüz, nə qədər olduğunu görürsünüz. Burada nə düzəldilir bilməm. Xam mal da burada hazırlanır. Başa düşdünüz, bir hissə xam malı hazırlayır, bir hissədə xam maldan hissələr hazırlanır və sonda bir hissədə bunlar tam hazır vəziyyətə gətirilir. Məsəl üçün, baxın, buralar 90% xam malların hazırlandığı yerlərdir. Yol buradan göstərilir, gedə-görə buradan hara gedirik. Amma çox dar yollardır. Buralıqda biraz narahat oluram, nə yalan deyim. Baxın, insanlar burada yaşayırlar. Çox kiçik evlərdir, çox kiçik evlər, həddindən artıq. Üst-üstə, iç-içə tikilmiş evlər.
Paltarlar da buradan asılır. Yaşayış da burada baş verir. Yemeği de burada pişirilir. Yer yurt hamısı paraşoklu sudur. Nelerse yuyulub. Bacım balaca bacım burada qab yuyur. Hay. Baxın evin içərisinə. Paltar yuyan bu bir otaqdır. Buradan o tərəfə ev yoxdur uşaqlar. Yəni evin oradan o tərəfə ərazisi yoxdur. Ev elə buradan ibarətdir. Bura vəxşi qaranlıqdır. Au, səhv getdim. Mən səhv girmişəm uşaqlar. Bura deyilmiş. Bura deyilmiş. Çıxaq buradan təcili surətdə. Bəxtəvər, sənin bəxtəvərçiliyindən məndə də olardı kəş. Sağımda gördüyünüz isə insanların çimdiyi və sağ tərəfin qadınların tualetə girdiyi yerdir. Hi, you know English? I want the people were making shoes. Shoes me. Yes. Yeah, let's go. What's the name of this? Puri. Puri. Ah, puri, puri. Puri. Yes. Burada əmimiz oturub qaqamla bir yerdə puri düzəldilər. Thank you. Thank you. Sizə mağazaları göstərib fikrimi izah eləmək istəyirəm. Baxın, ayaqqabılara baxsa sizə tamına hər şey aydın olacaq. Dostlar, bax, Leathercraft, dəri çantalar, dəri kutqalar, hamısı burada düzəldilir. Gördüyünüz kimi. Baxın, hər bir şey. Bunun üzərindən burada düzəldiyini hiss edirsiniz. Məncə hiss eləməzsiniz. Amma hamısı burada yığılır. Hamısı burada yığılır, burada da satılır. Və insanlar, baxın, hər şey burada düzəldilir. Hər şey. Dəhşətdir. Hamısı əl əməyi ilə. Amma insanlar düşünür ki, bunlar müəyyən bir fabriklərdə düzəldir. Yox, qardaşım. Burada da qaqamız nəsə pişirir. Bilməm nə pişirir, amma pişirir. İti verir, inanma. Burada da nəsə dənləri ayrılır. Sorry. Hay. Kloklanır, ayrılır. Necəsə paşqalanacaq yəqin ki, elə satışa veriləcək. Bilmirəm nə prosesi idi bu, amma burada bu proses də var. Deyən görün, bəlkə burada bu ayaqqabıların yeri. Yox, burada paltardır. Burada paltardır uşaqlar. Bura hər tərəf paltardır. Məsələn, indi olduğum yer paltarların düzəldiyi, tikildiyi yerlərdir. Baxın, məsəl üçün, bu xam maldır. Görürsünüz, qupqadır sadəcə xam mal. Bu qusok eyni formaya salınıb, yığılıb da eyni formada satış həyata keçirilir. Məncə burada ayaqqabılar düzəldilir. Soruşaq qardaşımızdan. Hi, where is this shoes making? Ah, you are just selling, yeah? I'm selling. Baxın, dərilərdir, kəsilmiş dərilərdir. Bunlar toplanılıb hamısı bir yerə. Prosta bu sonradan yəqin emal olunub, necəsə istifadə olunacaq. Mən bilmirəm necə. Baxın, dərilər başım burada toplanılıb bu halda. Prosta nə olacaq bunların axırı onu bilmirəm. Yəqin necəsə yenidən emal olunub, istehsala veriləcək. Burada sadəcə dəri satışı həyata keçirilir. Hər cürə dəri var. Bag material, wallet material. Bunların materialı ayrı-ayrılıqda satılır burada. Burada isə, burada neyini? Ayda buna bax. Baxın, hamısını birdən qoyur, toplayır belə. Bunları eyni formada kəsir, yığır belə. Sonra bunlar yəqin nə üçünsə istifadə olunur. Yox. Bunlar yox uşaqlar. Bunlar istifadə olunacaq. Baxın, bunlar tək-tək istifadə olunacaq. Burada hansısa bir ya çantanın, ya ayaqqabının, ya sumkanın xam malı hazırlanır. Sadəcə texnikadır və belə-belə kəsir. Baxın məsəl üçün. Bax, tutalım ki, bu belə büküləcək. Başa düşdünüz? Prosta bunun içərisində ya ip gedəcək, ya nəsə olacaq, bilmirəm. Baxın, bu belə birləşəcək. Bunun içərisində yəqin ip gedəcək, ya da buradan düymə vurulacaq və belə bağlanacaq, olacaq bütün. Bunun xammalı bax burada hal-hazırda hazırlanır. Thank you. Uşaqlar, düşünürəm sizə tam aydın oldu burada baş verənlər. Sadəcə izah eləmək isə ayaqqabı yerini tapmağımı çox vaxt alacaq deyənə və uzaqdır buradan biraz. Ona görə vaxt itirmək istəmirəm, başqa məkanlara getmək istəyirəm və mən zaten şəhər mərkəzindən 20 kilometr uzaqdayam dostlar. Nəysə, uzun sözün qısası. Mən buradan ayrılmaq istəyirəm. Sizə isə göstərdiklərim real həyatlardır dostlar. İnsanlar burada həm işləyirlər, həm düzəldirlər, həm yaşayırlar. Ucuz insan əməyi dedikləri bax budur. Bax, buna kütləvi olaraq eyni formada daşınır. Düzəldilib daşınır. Hətta burada şirniyyatlar düzəlir. Hərəsi sadəcə ayrı-ayrı yerlərdə və böyük ərazi deyənə azıb qalar adam. Şirniyyat düzəlir, kimyəvi məhsul düzəlir, çanta düzəlir, ayaqqabı düzəlir, kəmər düzəlir. Çox şeylər var burada, çox şeylər.
Millət, məsəl üçün hal-hazırda qarşıda gördüyünüz Gecəqandılar onların evlərin çölüdür. Orada isə bir məscid var. Və bu məscid həmən dediyim insanlar üçün, yəni 1 milyon 700 min insan üçün, 700 min 1 milyon insan üçün nəzərdə tutulmuş məsciddir. Dostlar, bunların Banganga Tang dedikləri bir əraziyə gəlmişəm. Burada dini ayinlər keçirilir və burada ibadət yerləri çoxdur. Sağ-sol hər tərəf ibadət yerləridir. İndi sizə onları göstərəcəm. Məsəl üçün bir məbəd oradadır, bir məbəd oradadır, bir məbəd buradadır. Bura sırf ibadət yeridir və burada dini ayinlər keçirilir. Çox maraqlıdır ki, dəniz suyuna yaxın olsa da buradakı su hövzəsi şirin su sayılır. Amma mındarxanat da həmişə kimi Hindistanın mındarlığı. Uşaqlar, burada boşun, baxın, hal-hazırda elə buranı görməmişim. Burada da bax bir məbəd var, orada da bir məbəd, başdan ayağa məbəddə bura. Və hal-hazırda nəsə dini proses gedir. Deyəsən evlənirlər bu gənclər, onların dini prosesidir. Burada isə quşlara su atırlar. Buradakı suyun da müqəddəsliyinə inanılır. Bu su hardan gəlir bilmirəm uşaqlar. Qəribə bir şey. Plus ora ayaq yalın keçirlər. Mən ayaqqabı ilə keçə bilmərəm. Burada həmçinin paltarda yuyurlar. Və bura çox aşağı kastanın olduğu yerdir uşaqlar. Yəni buradakı bütün dini mərasimlərdə, dini proseslərdə iştirak edənlərin hamısı ən aşağı kastadır. Rus dilində ifadə edilir, ən padlı adamlar buradadırlar. Bunlar üçün, yəni ən padlı adamlar burada olurlar. Bax, ayağının kişinin yanında paltar var, Qaqaş bəy o paltarları yuyurdu. Mən bura prosta niyə gəldim? Amma ən qədimi yerlərdən sayılır, bunu da deyim. Çox qədimi bir yerdir. Baxdığım bir dənə film var uşaqlar. Burada heç şey yoxdur da, yəni. Balıqlar var, okey. Dini məbəddir, sağ-sol məbəddir və bura insanlar pləkanların üstündə oturur, dini ayinlər keçirilir. Mumbayın prosta belə təsəvvür, o yandakı səs-küyü ilə buranın sakitçiliyi bir-birindən çox tamam fərqli bir şeylərdir. Belə, mən burada vaxt itirmək istəmirəm, çünki yadıma düşən bir şey var. Hansı ki, bunu heç bir travel yeri məsləhət bilmir. İnternetdə nə qədər araşdırdım, heç kim bunu barədə yazmayıb. Mən də unutmuşam. Bu filmə çoxdan baxmışam. O filmin olduğu yerə gedirik. Yadıma düşdü. Çox təsirləndim özdə. Gedirəm ora. Okey uşaqlar. Motosikla özlədim, gözlə məni 2 dəqiqə burada çəkişəyim. Dedim, gəlmişəm da bura. Sizə buranı göstərim. Özünüzdə nə qədər mənasız yer olduğunu gördünüz. Bangara Tang, nəsə belə bir şey. Əgər bura gəlməli olsanız unudun. Ehtiyac yoxdur bura gəlmək. Uşaqlar, bura Mumbayın imkanlı hissəsidir. Biz neçə gündür kasıb hissədə fırlanırdıq. İndi gəlmişik imkanlı hissəyə. Əslində başqa yerlər də var idi, bəzi kasıb tərəfində. Dedim sizə biraz da bunların pullu tərəfini göstərim. Pullu tərəfləri də bundan ibarətdir. İndi sizə bir dənə kafeyə aparacağım. Dəyişət də dəyişət. Oranın hekayəsini çatanda danışacağım. Mən sizi gətirmişəm dünyada tək olan, bir olan və məşhur olan Leopold kafe bara. Və buradakı insan izdihamına baxın. Yəni hamı bura buna görə gəlibdir. Turistindən tutmuş, hamısına qədər. Hamı növbədədir uşaqlar, hamı növbədədir. Mən də burada növbədə dayanıb buraya girəcəm. Mütləq. Düşünürəm, baxmamısınızsa, mütləq baxın. Otel Mumbai filmi var. Çox təsirli, çox real hadisələrə əsaslanmış bir filmdir. O film bir hissəsində elə bu kafeyə aiddir. Pakistanlıların terror hücumu nəticəsində Hindistana davamlı hücumları olub Pakistanlıların. Və onlardan biri həm bu Leopold kafedə, həm də Taj Hoteldə baş veribdir. Filmin adı Mumbai Hotel olsa da, əslində Taj Oteldə baş verib hər şey. Sadəcə filmə görə adını dəyişiblər. Girəcək indi həmən Leopold kafeyə. Bilsəcə, bu filmə mən baxmışam, çox təsirlənmişəm. Orada olan otelə gedib əsas oteldə baş verib də hadisələr, amma bura da ora aiddir. Birinci bura girək, sonra ora gedərik oteldən çəkiş edib sizə göstərib danışacağam. Tək adam olduğum üçün mənə ələ almayıblar içəri. Gəldi məndən sonraki adamlara apardı, 4 nəfər idilər deyənə. Yəni stolu tək adamın zanit eləməsini istəmirlər, çünki çox böyük növbə var. Və girərkən içəri çantaları yoxlayırlar uşaqlar. Bir-bir çantanın içindəkilərə baxırlar. Okey uşaqlar, buranın məşhurluğu ondan ibarətdir ki, həmən Taj Otel vurulanda vurulan məkan bax bura olubdur. Vurulan məkan bura olubdur uşaqlar və bura ona görə məşhurdur və buranı elə-belə gəlib otura bilməzsiniz. Bir ay qabaqcadan rezervasiya olunur təsəvvür. Okay, thank you. Mənə dedi, qalx yuxarı, niyə qalx yuxarı? O idi, bu nədir? O dəlixana. Hə, bura çox məşhurdur, çox qədimdir uşaqlar. Yəni, inlərin kafesidir
ilk vurduqları yerdə bura olubdu. Okey uşaqlar, oturdum burada, amma mən əsas oturub buranı göstərməyə idi. Mən heç şey yemək və içmək istəmirəm. Və əsas sizə göstərdim buranın nə olduğunu gördünüz, mənə kifayət eləyir. Çıxaq. Buradan çıxaq, gedək otelə baxaq. Ərazinin digər hissələrini də yenidən geri dönərək sizə göstərirəm. Buradan da baxın. Bura o hadisədən sonra məşhurlaşıbdı. İndi düşünmək lazımdır ki, bəzən baş verən, heç kimə belə bir hadisəni arzulamam, çox ağır hadisədir, amma bəzən baş verən hadisələr təsəvvür eləyin, bir məsəl üçün kafenin karyerasını və vəziyyəti necə dəyişibdir. Sadə bir kafe olub vaxtıkən, düz qədimidir, illərindir, amma nəticə etibarıyla bugünkü cəmaat bir ay öncədən növbəyə yazılır və gələn bütün turistlər buranı birinci ziyarət edirlər. Dostlar, Taj Hotel buradır. Burada Leopard kafedir. Yəni vurulan, əsas 4 hissəyə əsas hücum olunubdur. Vurulan hissə buradır, hücum olunan hissə oradır. Mən bir dənə yemək yiyeyim. Orada Tajda dəhşət dəlixana idi. Tajda deyirəm, Leopoldda. Yeməyi dedirsən 10 saata gəlirlər. Vaxt itirmək istəmirəm. Burada görüm McDonald's bir yax gördüm. Harada gördüm, unutmuşam. Tapım oranı, hə deyə yaxınlıqdadır. Yəni McDonald's yiyim, yerə gedim, KFC-də yiyim. Qarnımı doyuzurum. Gələk Taj otelin içərisinə. Yedim, çıxdım, içalatım yanır, Allaha and olsun. İçim ot vurur. Bir dənə yandıran, ho eləsən patlayacaq buralar. Bu qədər istiot vurarlar. Bilməm nə deyir, yanıram. Suluq da deyil, su içirsən yenə düzəlmir. Ağzımın içərisi, mədəm, hər yerim yanır, Allah haqqı. Eyni menüydü keçən dəfəki ilə yedim, ona görə çəkmədim yeməyimi. Keçsə yedim, Allah, yanım tökülləmi. Gedək, davam eləyək, gedək Taj otelə. Gedək Taj otelə və uşaqlar sizə bir şey deyim. Ümumiyyətlə, yeyə düşünürdüm. Mən indi Hindistanın müxtəlif yerlərini sizə göstərmişəm, amma söhbət Mumbaydan gedirsə, Mumbayda real şəhər həyatı var da, bunu nəzərə alın. Və real şəhər həyatında təmiz yer istəyirsə, bu Sokda gəzməzdir. Mən bu yeri bugün kəşf elədim. 2 gündür buradayım da, yəni bugün kəşf eləmişəm. Kaş dünən kəşf eləyərdim, birinci buralara gələrdim. Deməli, vaxt keçirəcəksə Leopold kafe tərəfdə, Taj Hotel. Leopold kafe, Taj Hotel, eyni şeydir. Bu tərəflərdə və yaxud Queen Necklace deyə bir dəniz kənarı yerdə. Dünə ora gelmişik, sadəcə onun adını deməmişəm. Bir də şeydir, nədir onun adı? Beach göstərdim sizə dünənlərim. Onun da adını unutmuşam. Bir də o beach. Yəni bu tərəflərdə takılın, təmiz həyat istəyirsinizsə. Yox, mənə ki mındarın birisisə, elə siz də gedin mındar yerlərə gəzin özünüz üçün, mındar şeylər. Bir də getməyəcəm uşaqlar. Mən sevmirəm, yəni gedib o Şahruxanın evin qabağında diyarsan belə. Şahruxan çıxacaq, çıxmayacaq, sənə baxacaq, baxmayacaq. Bunlar hamısı sual altındadır ya. Lap baxsın, yox hələ gedim, yol var, hə. Şeydir, lap baxsın, baxım, gördüm Şahruxan nə dəyişsə həyatımda. Mənə belə şeylər çatmırdı, yəni. Getməyəcəm ora, amma o da Bandradadır. Bandıra yazıb Şahruxanın evi tərəfə gedə bilərsin və orada maraqlı yerdə əslində deyirlər. Sadəcə olaraq bir dənə Şahruxanın evinə görə ora getmək istəmirəm. Gedək biz Taj otelə. Dostlar, yaxınlaşırıq artıq biz Taj otelə. Yanında da belə qəşəng binalar var, uşaqlar. Biz köhnə dağılıb tökülürlər, amma qəşəngdirlər deyə düşünürəm. Şimdi bura Taj oteldir, gedək bir dənə ala. Görə içərisinə hələ girə bilirik biz bunu. Bir də uşaqlar, bunu da deyim, mən ora getməyəcəm, amma burada bir dənə də yer var, şeydir. Onun qarşıya çəkiş eləməyə icazə vermirlər deyənə gedmirəm, ha. Yoxsa gedibsə göstərərdim. 2 milyardlıq ev var burada. Kalaşnikovla zadla əməli baş qabağında onu qoruyurlar da o evi. O ev deyirlər ki, Taj Mahal yalandır o evin yanında. O evi görməlisən deyirlər bura gəlmisənsə. Yəni bura gəlmişsə, istəsəz gedib o evi də görə bilərsiniz. Bir də Mumbai, Hindistan olmuyor, çox böyükdür. Yəni bir şəhər haqqında danışanda deyirlər ki, cənubundayam şəhərin, nə bilim, şimalındayam şəhərin. Şəhəri belə bölürlər, başa düşürsünüz? Cənub şərqindəyəm, şəhərdir, nə Əhməd tərəfdən, nə Sultəpədəyəm. Yəni, nə qədər böyük ola bilər, çox böyükdür, həddən ziyadə böyükdür. Yəni, gəzib bitirə bilməzsən. Məsəl üçün, mən indi olduğum Kusok özə, hissə ilə, 2 milyardlıq ev, 1 saatlıq məsafədədir. Mən buradan ora gedənəcəm, nə oldu? 1 saat ora get, 1 saat bura get. Tüm gün getdi. Belə bir şeydir Mumbai. Ümumiyyətlə Hindistan çox böyükdür, uşaqlar, həddindən artıq böyükdür. Təsəvvür edeyim, mən 6 manata İstanbul reysi kimi də 2 saat yarımlıq uçuşla planlanan yol gəlmişəm Agradan Mumbaya. Yəni bunun elə bir Bakıdan İstanbula gedəndə nə qədər məsafədir? Eyni məsafədir. Bir ölkənin daxili şəhərin fərqinə bax.
məsafəsinə bax, çox böyükdür Hindistan. Bir də bunun girişinə tapsaydım girərdi içinə. Əllərim də yoruldu ya. Bax, hücum bura olub. Özü çox şeydir ya, uzaq keçmiş deyil. 2008-ci ildir uşaqlar. 2008, onda mənim var idi 16 yaşım. 16 yaşımda olan hadisədir. Yəni bu terror aktı. Uşaqlar, otelin içərisinə girdim sizə göstərmək üçün. Hi. No videos? Here? Uşaqlar, gezin çəkirəm. Bura çox lüks və bahalı yerdir. Sağım solum çox bahalı mağazalardır və bura ümumiyyətlə bahalı otel sayılır. Yendirəm icazə yoxdur, yəni çəkə bilmirəm, sadəcə sizə içərinin havasını göstərirəm. Çox bahalı zinət əşyaları satılır. Bu da bunun bu tərəfidir, lobbisi. Uşaqlar, icazə yox idi deyənə necəsə bitər, sizə belə içərinin necə olduğunu göstərməyə çalışdım. Arxamda gördüyünüz Taj Mahal, Taj oteldir, Palace oteldir. Buranın hekayəsi nədən ibarətdir millət? Burada Pakistanlıların hücumu zamanı 4 dənə yerə hücum ediblər. Biri həmən Leopold kafedir, biri bizim C'mız. C-City Station, Qatar vağzalıdır. Ora hücum olunub. Bu böyük bir otelə hücum olunubdur. Otelin böyüklüyünü sizə göstərim. Çox böyükdür uşaqlar. Belə dəhşətli həngamədir, gözəldir. Burada növbəti girişidir oranın. Bu otelə hücum olunub, bir də Leopold kafeyə, bir də Nəriman House. Nəriman House nədir, bu arada məlumatım yoxdur. Yəni bu baş yerindən hamısı real hadisələr əsasında olub bu film. Düzdür, film hamısı burada çəkilməyibdir. Amma bir hissəsi burada, bir hissəsi başqa yerdə çəkilibdir. Və qarşısı da bunun sahildir, dəniz sahili. Yəni onu da sizə göstərim, çox qəşəngdir. Yaxtalar falan filan. Baxın, çox gözəldir. Yəni İndiyanın təmiz tərəfini, gözəl tərəfini görmək istəyirdisə, bax budur. Amma riski bunu görürsünüz. Deyirsə, bu nədir? Adamın anasına söylə, hər yerə eyni şeydir. Gördünüz? Gördünüz uşaqlar? Boş-boş belə qəşəng-məşəng deməklə deyil. İnsan faktorudur bu. Bu insan çiklidirsə, hər yerdə çiklidir. Bunun üçün fərqi yoxdur. Şəhərin yaxşı yerindəsən, pis yerindəsən. Cəmiyyətdən söhbət gedir. İnsanlardan söhbət gedir. Batıran insan hər yeri batırır uşaqlar. Burada tikillər bombadır, nə var, boş şeylər damsın. İnsan faktoru böyük rol oynayır. Qarşıda gördüyünüz isə Gateway India'dır. İndi orada keçəcəyik. Gəmiləri görürsünüz, yaxtaları görürsünüz, bu binanı da görürsünüz. Sizə aydın oldu ümid edirəm bu hadisələrin gedişatı və baxmamısınızsa filmə çox məsləhət bilən baxın ha. Burada məsələ o filmin əsası ondan ibarətdir ki, Tajın işçiləri, insanları orada olanlar, orada təsəvvür edin, yəni deyim ki, lüks oteldir. Milyonerlər, milyarderlər gəlib qalıblar burada, İbro hücum olunub. Başa düşürsünüz. Hücumla əməlli başa avtomatlarla zıtlanır. Filmə baxsaydın olacaq sizə. Avtomatlarla zıtlanır, hücum olunur. İndi bəzi buna dalda dirənib mənə baxır. Niyə baxır, başa düşmürsən. Hamısı belədirlər, sevinir. Baxır, sevinir. Lənətə gəlir, imkan vermirlər də video çəksin. Hə. Böyük hücum olur və orada insanları xilas edir. Çox dəhşətli filmdir. Biraz insani məsələdir. Və burada Hindistanda belə bir şey var da, qonağı Allah yerinə qoya bilmə dərəcəsi var. Əgər sən mənim qonağımsansa, sən mənim Allahım kimi bir şeysən. Belə bir hörmət olunur. Ona görə yəni o qonaqları da o qədər qorumağa çalışır. İşçilər, belbolar, o birisi, bu birisi çox dəhşətli filmdir. Yəni baxmalısınız. Məncə sona baxmamısınızsa, baxmısınızsa işlə. Adı Mumbai Oteldir. İndi mən bir dənə burada şəkil çəkdirim, bir dənə buranın şəklini çəkim, gedirik Gateway India'nın yanına. Hə, şəkillərimizi çəkdiyində davam eləyək, hər şey bir cəhənnəm, bir yağ demək sizə yadımdan çıxdı. Bir yağlarımı oturdum KFC-də, yeməyimi elə qoymuşdum. Tatak oturanda padnosa dəydim, kola töküldü mənim yetimin kameramın üstünə. Can, yazığım gəldi. Sildim, təmizlədim, biraz sığalladım, üzr istədim, bağışla dedim. Oturduq bir yarım saat, könlünü aldım, elədim. Sağ olsun, bağışladı məni. İndi bəzi yerlərində şirə ləkələrini görürəm. Onu saxlamışam Bakıya, Kiresata Bakıya həll eləyər. Əmi şəkil çəksən, əmi. I am photographer too. Əmim də fotoqrafdır. Yes, salam Azərbaycan, bir dənə salam Azərbaycan. Bax, əmim çəkdi şəkillərə bax. Əmim partdadır. Good əmican, good əmican. Əmican partdadır. Ay, nə qədər adam var burada. Uşaqlar, burada ciddirəm. Müsəlman əddindən artıq çoxdur. Görək bizə, bura niyə özəl sayılır? İndi sizə bunu izah edeyim.
Başım bu Gateway India nədir? Bura gəlişlə gedişin nöqtəsi sayılır. Gələndə də təbii ki, ən gözəl otellərindən olan Taj oteli görürlər. Amma nümunə olaraq gəlin ingilislərin özündən verək. İngilislər elə gələndə də buradan gəliblər, gedəndə də buradan gediblər. Yəni gəliş-gediş nöqtəsi olaraq bu abidəni simvolik olaraq bura yerləşdiriblər. Yəni ingilislər buranı tutanda da buradan gəlib girib tutublar. Buranı tərk eləyəndə də elə buradan tərk eləyiblər. Eynən başqa su tərəfdən gələn qonaqlar olanda salam mələk eləyəndə birinci bu abidə ilə salam mələk eləyirlər. Eləyirlər sonra Hindistanın özünə daxil olurlar. Bu da siz üçün Gateway India. Bilmirəm, yəqin ki o tərəfdən onun yolu var. Mən indi Taj otelin düz qarşısındayam. Gedəcəm, yolumun üstündə olsa girib oranı da sizə göstərəm, amma göstəriləcək bir şey yoxdur. Deyənə baxın, elə bildiyiniz bir dənə abidədir. Xüsusi heç nə yoxdur. Yəni içərisi, çölü falan. Elə gördüyünüz eksteriyerdən ibarət bir simvolik abidədir. Qardaş gəldi ki, ayaqqabı təmizləyim, razılaşdıq, bir görün neyinir, gəlin görək. Ayaqqabım doğrudan çirk içində idi. Bunlar deyirlər ki, mükəmməl ayaqqabı təmizləyirlər. Maraqlıdır görüm nə varacaq. Ay Allah, ayağımın içi maz oldu yazır. Sağ olsun, kulokun üstünə qoydu ayağımı. Nə var bu? Allah hara getdin? Gəlin görüm nə varacaq. Aha, başladı elə şotka ilə şey eləməyə. Sevinir, xoşuna gəlir özdə. Klient tutub bir dənə xoşuna gəlir. Allah, o nəsə maddə çıxartdı. Apaslı maddə. Allah, bütün paraşok elədi. Allah, yudu ya ayaqqabı mən məlli başdı. Mans yur ayaqqabımı, bildiyin yur. Oy, ayaqqabım heç çox belə qara olmamışdı, Qur'an and olsun. Mükəmməl izləyəlim, mükəmməl. Bu öz oturuşum metodda. Oturmuşam belə corabda, gözləyirəm ki, bu bir dənə bunu həll eləsin. Good, good, good. Əlvini neyəsən, yaş? Allah, onun üçün də əskisi var ya, Mansur, maladiz. Səliqəli, təmiz adamdır. Tutardım az. Əlavə nəsə eləyəcəyə görə. Əvvəl əlini sildi, sonra ayaqqabını sildi. Amma paraşokluyub da, indi o təmiz sayılır mənim ayaqqabım. Tozunu da təmizləyir, sağ olsun. Qəşəng. Mükəmməl. Gördün, döydü elədi onu. Все. Valla yox, sumkası onsuz cibini açdı ya. Başqa şotka çıxdı. Dərman çıxdı. Qaramaz, hə, qaramaz. Good baba, good. Thank you, thank you, thank you. Geyindirir də hələ, sağ olsun. Geyindirməyi də var hələ. Dən görüm, ipinə tər bağlayacaq. Sağ ol, qaqa, sağ ol. Öpür səni. Qəşək. Ayağımı niyə vurdu bilmədim. Çırpdı ayağımı da. Ay sağ ol. Allah, skamyaka getdi yerinə. Ayağım uşaqlar zarıfatsız bütün maz oldu. O qədər yermişəm, o qədər gəzmişəm, ölürəm da. Parmağım, dabanım, hər yerim. Sağ ol qaqa, sağ ol. 100 rupi verin bir dənə buna. Yes baba. Yes, yes. Belə uşaqlar, ayaqqabımızı da təmizlədik, ipini bağlayırdım, qəşəng bağlamamışdı ipini. Gəzmək istəyirsinizsə Mumbayda mütləq dediyim kimi təkrar edirəm, bu ərazilərə gəlməlisiniz. Bütün Hindistan videomuzu bitirirəm. Ümid eləyirəm Hindistanla bağlı sənəsə məlumat verə bildim. Ümid eləyirəm Hindistanla bağlı nəsə göstərə bildim. Ümid eləyirəm hamısı xoşunuza gəldi. Gəlmədsə onu da yazın kommentə. Növbəti videolarda nəzərə alım, yanaşmamı dəyişim. Səhifəni izləməyi, komment yazmağı, like eləməyi unutmayın. Növbəti səfərlərdə, növbəti yerlərdə görüşərik. Və. Mən Azərbaycanı da gəzməliyəm uşaqlar. Planımda bu da var. Yenə də siz öz fikirlərini yazın. Mən hara gələ bilərəm? Şəhər olaraq, Azərbaycan olaraq və həmən məkanın harasına gələ bilərəm. Görüşərik. Fikirlərinizi gözləyəcəm. Hələlik. Gənclər, özüm üçün evə çay almaq istəyirəm. Paçka çay. Atelimin yanında bazar var idi. Gəlmişəm bura, amma düzü çayı tapa bilmirəm. Və çəkişdə ona görə eləyirəm ki, belə özüm üçün alanda qiymətləri maraqlanında bir sizə də qiymətlə bağlı məlumat ötürmüş olum. Nə ola? Şu nə qədər yarpaq yeyirlər. Gün ərzində bu yarpaqdan bir sənə qədər yeyirlər bunlar. Qaqam da baba sunkanı 2 dəqiqənin içində təmir edir burada.
Bunlar sumka təmir edənlərdirlər. Kamerasının, fotoqrafların ən böyük yaralı yeridir. Bir yerdən sonra böyük sumkaların təkərləri xarab olur. Gətirin Hindistana quranaq, düzəltsinlər, versinlər. 2 dəqiqə. Nə var ki burada? Götür gəl bura. Qaqaş, bir dənə mən Allah Hindistan deyə bura. Çay yoxdur Hindistan. Mən Hindistana çay tapmaq bilmirəm. Yəni mən çayı harada axtarmalıyam? Hindistanda axtarmalıyam da la. Niyə çay yoxdur? Orada necə yeyirlər bunu yağla? Buna basan, onu necə yeyəsən? Ona bax. Var yox ona nə? Amma mən dünən yedim də ondan da. Necə yedim alam? Mən necə axmaq adamam alam? Mən onu nətər yemişəm. Bunu insan evladı nətər yeyə bilər? Mən yedim dünən. Ay Allah, iyi vurdu yenə. Get tez elə, tez elə. Tez elə yol ver, tez elə, tez. Əmim də burada sendviç səldi, qaqam. Allah, gör nə yiyir, qaqam. Nə qəş eləyir ola. Ona bax, o elədi, duzladı, qoydu, açdı onu. Tak çuk, yağın vurdu, qoydu ora. Bağladı, qaldı orada. Niyə sözdə bunlar hamısı sürətli işləyirlər, əsəbi işləyirlər, fikir ver. Sövrüldü, yağladı. Gördün, qaqam partladır. Görək qaqam. Uşaqlar, axırı yenə gəlib bu bazara girməyə məcburiyyəti yaşadım. Ümid edirəm buradan taparam. Buradan da tapan məsələn meşdir. Əsə bir dənə yerdən tapmışam. Normal paçka deyil orada. Şokolad zat, hər şey satırlar. Ədəbiyyatın vətənidir, okey. Amma bir dənə çaydır satın, nə olaraq? Əmin, bir dənə yol ver, qaqam. Qaqam, bir dənə icazə verin, qaqam. Üzbəzdəki mağazanın soğuşunu deyib, bundan soğuş. Bunda var. I want buy tea. You have tea? Mən nə bilim indi bu yaxşı saydı, pis saydı. Product of India. And how much is this one? 60 rupees, 60. Okay, give me two of this one. Two this one. 150 rupi uşaqlar. 100 rupi 1 manat 8 qəpik. 2 manata 2 paska bundan. Biri anamın, biri qaynanamın. And how much is it? How much? 110 rupees. 110 rupees. Okay, I will take. Yani de onu götürüm, hiç olmaz. And what can I buy the gift? National, for your national, Indian national, what can I buy? Uşaqlar, belə bir şey də hazırdır yeməyə. Qızdır yiyinən geçsindir. Okay, no. Uşaqlar 6 ədəd çay aldım. Deməli, toplam ödəmişəm 10 manat. Hardasa belə bir şey, 10 manat. Yox, bunlar ədviyyət. Bunlar 90% bax, ləpə satılır. Ancaq ləpədir 90%. Hər yerdə ləpə satılır. Bir dənə çayı tapdıq zorundan böyük şeydir. Rumya ilə ləpəni necə bir yerdə satasan hala? Mən uşaqlar Şri-Lankada olanda çay aldım. Kalan. Gəldik Bakıda dadına baxdım. Bir köpüklük çay deyil. Vallahi ciddi deyirəm. Lənkəran çayı ondan yaxşıdır. Sadəcə olaraq Hindistanda gəlmişəm. Bəli, boş qayıtmamaq üçün çay da aldım da. Amma yəni düşünmürəm ki, bu da yaxşı olacaq. 10 manatdır, böyle bir şey deyil, yəni aldım. How much is this one? 50? Give me two. 50 rupiya verir. 100 rupiya 2 manata, yəni 2 də bundan. Ay, bu qədər şey alıram. Bilmirəm, heç məni hava limanına icazə verəcəklər bunları daşımağa ya yox. Ümid edirəm icazə verərlər. 70 rupidən dragon aldım 2 dənə. Vallahi elə biləm narın da qiymətini deyirəm soruşaq. How much is this one? 400 kilo. 400 rupiya kilosu. Ay 7 manata nar olar ha. Uşaqlar ağır oldu kulokum. Əslində evə biraz da meyvə almaq istəyərdim, amma neyim, ağırdır. Arzu mənə bağışla. Sənə çoxlu meyvə almaq istəyərdim, amma ala bilmirəm valla. Mən bunları hələ gətirə biləcəm, bilməyəcəm, bilmirəm. Nəysə uşaqlar, bazardan